Milli Məclisin komitə iclasında təqdim olunan təkliflərdən biri də işləyən pensiyaçıların pensiya məbləğlərinin hesablanması müddətinə baxılması ilə bağlıdır. Təklifə əsasən işləyən pensiyaçıların yığımları 6 ildən bir deyil, 4 ildən bir hesablanaraq pensiya məbləğinə əlavə edilsin. Mövcud qaydalara əsasən hazırda pensiya yaşı tamam olan, amma işləməkdə davam edən vətəndaşlarımızın yığdıqları kapital 6 ildən bir hesablanaraq onun pensiya məbləğinə əlavə olunur. Yəni vətəndaşımız pensiya çıxıbsa, o pensiya çıxdıqdan sonra işinə davam edir və müəyyən sosial pensiya yığımları olur. Həmin sosial pensiya yığımları 6 ildəki aylar nəzərə alınmaqla, yəni aylara bölünməklə hesablanır və pensiya məbləğinə əlavə olunur. Bizim təklifimiz ondan ibarətdir ki, bu proses 4 ildən bir həyata keçirilsin və 2 dəfə deyil, 3 dəfə reallaşsın. Mütəxəssislər hesab edir ki, bu, işləyən pensiyaçıların pensiya məbləğlərinin daha tez və çox artmasına imkan yarada bilər. Bəs vətəndaşlar bu barədə nə düşünür? 4 ildən bir olsa, o da yaxşıdır. Çünki insan yaşlananda onun nə qədər yaşayacağı məlum deyil. 4 ildən bir də olsa pis ölür. Çünki tutaq ki, insan həm pensiya alır, həm də əmək haqqı alırsa, sonradan onun pensiyasına 4 ildən sonra əlavə oluna bilər. 62 yaşında təqaüdə çıxmışam, sonra da 70 yaşına qədər saxlayıblar, işləmişəm. Bir dəfə işləyəndə hesablandı, 6 il müddəti tamam olmuşdu. Hər halda 4 il müddətində o hesablasalar daha yaxşı olar. Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan sorğumuza cavab olaraq bildirildi ki, hazırki qanunvericiliyə görə pensiya yaşına çatan şəxsin 6 il işlədikdə istifadə edilməmiş pensiya kapitalına görə avtomatlaşdırılmış qaydada pensiyası yenidən hesablanır. 6 il ərzində fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı daha aşağı əmsala 72-yə bölünməklə yüksək pensiya təminatına imkan verir. Qurumdan 4 ildən sonra hesablama qaydası ilə bağlı o da vurğulanıb ki, bu qaydada şəxsin pensiya təyinatından sonra işlədiyi 4 il üzrə fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı daha yuxarı əmsala 96-ya bölünəcək. Bu isə o deməkdir ki, mövcud qanunvericiliyin tələbləri əsasında yenidən hesablama ilə müqayisədə daha aşağı pensiya təminatını gətirib çıxara bilər.